Sevginin mətbəxindən hər kəsə salam. Bugün sizlərə gilas mürəbbəsi hazırlayacağım. Siz də belə rəngi qaralmadan, dən qalan gilas mürəbbəsi hazırlamaq istəyirsinizsə, videonu sonadək izləyin. Videodan da göründüyü kimi gilasların rəngi heç qaralmayıb, hamısı dən qalır. Əlbəttə, bunun da öz sirri var. Videonu izləyin. İndi isə hazırlanma qaydası ilə tanış olaq. İlk öncə gilasları saplağından təmizləyirəm. Təmizlədiyim gilasları bir qaba töküb yaxşıca yuyuram. Yudum gilasları süzgəcə tökürəm. Suyu tam süzülsün. Daha sonra isə çərdəyini çıxardıram. Gilaslarını çərdəyini çıxartdıqdan sonra bir dəfə də yuyuram. Belə olduqda qara suyu tam çıxır və mürəbbəmiz şəffaf olur. Videoda da göründüyü kimi necə qara su çıxıb. Yuduqdan sonra süzgəcə tökürəm, suyu tam süzülür. Daha sonra isə çəkirik. Mən çəkdim, burada gilaslar məndə 2 kilo yarım oldu və 2 kilo yarımda şəkər tozu tökürəm. Daha sonra isə su əlavə edirəm. 2 kilo yarıma 2 stəkan yarım da su tökürəm. Və qoyuram bişməyə. İlk öncə zəivə qoyuram, şəkər tam ərisin. Şəkər tozu tam əridikdən sonra gür odda bişirirəm. Gilas mürəbbəsini gür odda bişirmək lazımdır ki, rəngi qaralmasın. Mürəbbə hazır olana yaxın limon duzu tökürəm və ocaqdan götürürəm. Limon duzu tökdükdə mürəbbənin rəngi daha da şəffaf olur. Mürəbbənin qaynamağından bilinir ki, artıq mürəbbəmiz hazırdır. Əgər siz mürəbbənin olub-olmadığını bilmək üçün bir qaba mətini tökün. Daha sonra ortadan düz xətt çəkin. Əgər birləşmirsə, deməli mürəbbə hazırdır. İndi mürəbbəmizi ocaqdan götürmüşəm və qabın hər iki tərəfini sirkələyirəm ki, köpüklər ortaya yığılsın və yığması rahat olsun. Və budur. Köpüklər ortaya yığıldı. İndi onları rahat şəkildə yığacağam. Artıq mürəbbə tam hazırdır. Görürsüz necə də rəngi gözəl alınıb. Və mürəbbəmizi soyuduqdan sonra bankalara yığıb götürürük. Əgər bəyəndinizsə, kanalıma abunə olaraq mənə dəstək olmağı
unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşənədək.